Gördüyünüz bu məişət tipli elektrik avadanlıqlar, elektrik məhsullarının adlarını bir çoxları adətən rus dilli mənalarda adlarını deyirlər. Amma əslində bunların da bizim öz dilimizdə qarşılıqları var. Bunu hamı rozetka bilir. Yəni rozetka kimi deyirlər, amma əslində bu elektrik ötürücüsü. Torpaqlama dəstəkli elektrik yuvası, elektrik ötürücüsü, şəbəkə, taxıc və s. Ən normalı öz dilimizə uyğun gələn taxıc, şəbəkə taxıc sayılır məişət tipli. Yəni mənzil üçün, ofis üçün. Burada potensial neytral və torpaqlama, 0 faza torpaqlama dəstəkli şəbəkə taxıc. Sonra bunu hamı demək olar ki, bir çoxları vkulsator kimi bilir. Əslində öz dilimizdə qarşılığı var. Bu məişətli elektrik işıqlanma açarı. Tək qütblü elektrik açarı. Bu ikili, yəni iki qütblü elektrik açarı. Məişət tipli işıqlanma elektrik açarı iki qütblü. Yəni iki vəziyyət işıqlanmanı idarə edir. Demək olar ki, bir çox insanlar bunlara işıqlanmada da məsələn polojeniya deyirlər, pozisiya deyirlər. Əslində məsələn iki vəziyyət, iki qrup işıqlanma varsa, bu iki düyməli, yəni iki qütblü sadə elektrik açarı o iki vəziyyət işıqlanmanı idarə etmək üçündür. Buna isə şurpavyot deyirlər. Əslində isə bu enerji ilə çalışan vint açandır. Elektron enerjili vint açan. Bunlara isə atverka deyirlər, amma əslində bunlar vint açan sayılır. Şuruplar isə vint sayılır, bizim öz dilimizdə vint açan. Buna kusaska deyirlər, amma bu tel kəsicidir, məftil kəsici. Vasakovski deyil, kəlbətindir. Burada bizdə hamı tərəfindən bilinən elektrik işləyinə qoyulan avtomatlar. Əslində bunların adı isə elektrik dövrə mühafizə açarlardır. Yəni işıqlama və artıq yüklü elektrik gücü olan elektrik cihazlar üçün istifadə olunan C və B kateqoriyalı elektrik pano idarəetmə qutusunun mühafizə açarları. Bunların iş prinsipi və funksiyası budur ki, elektrik işinə qabelləşmə ilə əlaqələndirilmiş mənzildəki yaxud da məsələn işıqlanmaları, elektrik cihazlarını və naqilləri qorumaq üçün istifadə olunan elektrik mühafizə açarlarıdır. Bunlar avtomatik rejimdə işlədiyi üçün sadəcə qısa formada avtomat deyirlər, amma əslində bunlar elektrik pano idarəetmə qutusunun mühafizə açarlarıdır. Bunu isə bir çoxları indikator deyir, amma bizim öz dilimizdəki qarşılığı, bunun adının mənası gözərmə lampalı, təmaslı cəryan göstəricisi. Yəni fazanı bildirir, fazanı göstərir, toxunaraq, təmaslı. Bu isə təmassız elektron cəryan göstəricisidir. Distasyonlu indikator. Yəni təmassız, toxunmadan cəryanı göstərən, hiss edən sensorlu cəryan göstəricisi, faza göstəricisi.